Sabahınız xeyir olsun. 27 iyul 2026-cı il tarixidir. Yay fəslinin 37-ci günü, səfər ayının 13-cü günüdür. İyul ayının sonuncu həftəsinin sonuncu, birinci bazar ertəsi günüdür. Və hər birimizin bu birinci bazar ertəsi günü 27 iyulu və həftəmiz uğurlu başlayıb, uğurlu başa çatmış olsun. 27 iyul günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, rozili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir bazar ertəsi birinci günü və bir həftə keçirməyə arzulayıram. 27 iyul günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, zehin açıqlığı olan, yol açıqlığı olan, iş abadlığı olan, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, rozili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir bazar ertəsi birinci günü bir həftə keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanından uğur qazananlara can sağlığı, zehin açıqlığı, qarşıdan müsahibə mərhələsindən də yüksək nəticələr əldə etmələrini, uğur qazanmalarını arzulayıram. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanı üzrə demək, uğur qazanmayanlara isə ruhdan düşməməyi, böyük ruh yüksəkliyi ilə, can sağlığı ilə, zehin açıqlığı ilə yenidən hazırlaşaraq, imtahanlara qoşularaq yüksək nəticələr əldə etmələrini arzulayıram. 27 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara səbir diləyirəm. 27 iyul günündə kimlər anılır, xatırlanır, yad edilir, ruhları şad olsun, hər birini gözəl, xoş xatirələrlə anmağı, xatırlamağı, yad etməyi hər birimizə arzulayıram. 27 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, rozili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir bazar ertəsi günü, birinci günü, bir həftə keçirmələrini arzulayıram. 27 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 27 iyul günündə də tarixi hadisələr baş vermişdi. Ötən ildə də qeyd etdiyim tarixi hadisələri təkrar olaraq 27 iyul günündə də bunlardır. 27 iyul 1214-cü ildə Fransa kralı 2. Filip, İngiltərə kralı torpaqsız Yoannanı məğlub edərək Anjou imperiyasına son qoyduğu gündür. 27 iyul 1694-cü ildə İngiltərədə Mərkəzi Bank statusunda İngiltərə Bankı təsis edildiyi gündür. 27 iyul 1826-cı ildə Gəncədə Rus müstəmləkəçiliyinə qarşı güclü üsyan başladığı gündür. 27 iyul 1890-cı ildə Vincent van Gogh özünü tapança ilə vurduğu və 2 gündən sonra vəfat etdiyi gündür. 27 iyul 1940-cı ildə Bugs Bunny obrazının İlk yer aldığı Vəhşi Dovşan cizgi filmi ekranlara çıxdığı gündür. 27 iyul 1983-cü ildə Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu nəticəsində səfirliyin 2 əməkdaşının və 5 terrorçunun öldürüldüyü gündür. 27 iyul 2002-ci ildə Ukraynada aviaşou zamanı Su-27 təyyarəsinin tamaşaçıların üzərinə düşməsi nəticəsində 77 nəfərin öldüyü və 500-dən artıq insanın yaralandığı gündür. Tarixi günləri qeyd etdim və heç zaman terror olmasın qeyd edirəm və aviaşoularda qəzalar olmasın. Bununla yanaşı bank sistemimiz əla işləmiş olsun və belə fikirlərlə dediklərimi yekunlaşdırmış oldum. Dinlədiyiniz üçün təşəkkür edirəm.